Çox maraqlı söz birləşmələri ilə bağlı sualları yenə də yığıram, sizin nəzərinizə çatdıracağam. Bütün doğru fikirləri müəyyən edin. Qabilin əvəzinə görüşə özüm gedəcəyim. İşarələnmiş hissədə söz birləşməsi deyil. Bu doğru fikirdir. Nəyə görə? Əvəzinə. Burada qoşma ilə işlənibdir. Qabil müstəqil sözdür. Əvəzinə köməkçi söz olduğuna görə biz buna köməkçinin hissəsi demirik. Deməli, bir olan variantımız doğrudur. Zakirin kitablarını oxumaq mənə qismət olmayıb cümləsində fərqləndirilən hissə feili birləşmədir. Zakirin kitablarını oxumaq və Zakirin kitabları. Burada mənsubiyyət budur. Zakirin oxumaqla əlaqəli deyil də bu. Zakir kitaba, kitab da oxumaqla. Deməli, baxmaqdan sonra heç bir mənsubiyyət yoxdursa, deməli sən buna feili birləşmə rahatlıqla deyə bilərsən. İkinci variantım da doğrudur. İsmin 4 kateqoriyası ilə uzlaşma əlaqəsinin göstəricisi ola bilər. İsmin 4 kateqoriyası ilə uzlaşma əlaqəsinin göstəricisi ola bilər. Buradakı fikirdə nə demək istəyir? Uzlaşma əlaqəsinin göstəricisi. İsmin 4 kateqoriyası ilə yox. Ümumiyyətlə, ismin bir kateqoriyası uzlaşma əlaqəsinin göstəricisi ola bilər. Bilirik ki, mübtəda və xəbər arasında uzlaşma əlaqəsi olur. Xəbərdə də xəbərli şəkilçisinin olmasına görə uzlaşma özünü göstərirdi. Şəxs xəbərli şəkilçisi. Belə deyə bilərik ki, deməli, uzlaşma əlaqəsi ismin mənsubiyyətinə görə də göstərə bilər. Məsələn, məktəbin həyəti deyəndə məktəbin həyəti. İkinci tərəfdə mənsubiyyət var deyir, uzlaşma var deyir. Burada 4 kateqoriya deyir, yanlışdır. Tərkibində 4 söz olan feili birləşmə mütləq quruluşsa mürəkkəb olacaq. Xeyr, uşaqlar, quruluşsa olmaya da bilər. Necə quruluşsa mürəkkəb olmaya bilər? Bax, məsələn, deyirəm ki, orada yəni köməkçi nitq hissələri iştirak edə bilər. Bu cümləyə diqqət yetirin. Mənim kimi də düşünən var. Var ki, mənim kimi də düşünən. Mənim kimi də düşünən. Görürsünüz, burada kimi qoşmadır, mənim kimi də düşünən. Yəni, 2 dənə köməkçi nitq hissəmiz burada var. Amma burada biz buna sadə birləşmə deyirik. Yəni, 4 söz olması o demək deyil, o mürəkkəb olacaq. Orada köməkçi söz də ola bilər, yanlışdır. İsa bulağı mürəkkəb ad olduğu üçün isim birləşmə hesab olunur. Ümumiyyətlə demişik ki, mürəkkəb adlar da söz birləşməsi hesab olunur. Burada deyir, isim birləşmə hesab olunmur, yanlış deyil. Yəni, mürəkkəb adlar yadınızda qalsın ki, söz birləşməsi hesab olunur. 1-2 olacaq cavabımız.